Fəaliyyət Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunun Tekvando bölməsinin baş məşqçi müəlliməsiyəm. Klubumuzun Tekvando bölməsində hal-hazırda 100-ə yaxın idmançı var. Bunların arasında uşaqlar, yeniyetmələr, gənclər, həm də böyüklərdən ibarətdir. Klubumuzdakı məşqlər uşaqların yaş kateqoriyalarına və fiziki hazırlıq səviyyələrinə görə planlaşdırılır. Məşqlərimizdə uşaqlarla həm texniki, həm fiziki, həm də psixoloji dərslər aparılır. Я занимаюсь тэквондо с детства. Мой отец мой личный тренер, поэтому я с раннего возраста уже начал показывать хорошие результаты. По взрослым у меня не получалось взять именно чемпионат мира по взрослым медаль. И вот первая сейчас в этом году пришла у меня спустя долгих лет попыток. И, конечно же, самое важное – это Олимпийские игры, которые всю свою жизнь я готовился, это моя мечта, я шел к этому. Я представляю свой клуб с гордостью. У нас очень хорошие тренеры, отличные условия для тренировок. Мы всегда стараемся показывать хорошие результаты, едем только за золотом. Поэтому я очень благодарен нашему клубу за то, что помогает нам расти из года в год, еще лучше и лучше показывать результаты. Дай Бог, чтобы и младшее поколение тоже, иншаллах, наступало нам на пятки и догоняло. Добиться высоких достижений в спорте нужно жить спортом. Это дисциплина, это уважение старшим, потому что в зале бывают и младшие, бывают и старшие. И всегда нужно младшим чуть более быть терпеливым, всегда слушаться старших. Мой секрет – это вот вера в себя. Если человек верит в себя, он знает, что я самый сильный, меня никто не победит. Hallar Nazirliyi İdman Sağlamlıq Klubunda 2023-cü il may ayının 4-dən fəaliyyət göstərməyə başlamışam. Yeni olmamıza baxmayaraq klublar arası yarışlarda normal, yaxşı nəticələr verməyə başlamışıq. Əsas hədəfimiz Azərbaycan çempionatında iştirak edib və yüksək nailiyyət əldə etməkdir. Keçən il Azərbaycan çempionatında olublar. Klubumuzda hal-hazırda 5 yaşdan 16 yaşa qədər idmançılar fəaliyyət göstərir. Beşqat Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi və mükafatçısı, tarixə düşmüş ilk qadın idmançı Avropa çempionatında gümüş və bürünc medalın sahibi olmuşam. Mənim üçün əsas birinci nizam-intizamdır, uşaqların sağlamlığıdır. Təcrübəm də burada mənə çox böyük kömək edir ki, uşaqlarla düzgün yanaşma, düzgün məşq keçmək, düzgün texnika ilə məşqlər verməkdir. Həm gənclərdə, həm də böyüklərdə 6 dəfə Azərbaycan çempionu olmuşam. Beynəlxalq turnirlərin qızıl, gümüş, bürünc mükafatçısıyam. 21 yaşlıların Avropa çempionatının bürünc mükafatçısıyam.